Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Camalzadə, Kurikulum üzrə təlimçi hər birinizi salamlayıram. Bilirsiniz ki, 20 iyun 2025-ci il tarixində təkrar sertifikasiyadan keçən müəllimlərin imtahanı idi və bu gün müəllimlərə bu cür sual düşüb. Formativ qiymətləndirmə, yəni bilirsiniz ki, sertifikasiya imtahanının ən ənəvi sualıdır. Qiymətləndirmə mövzusundan mütləq sertifikasiya imtahanına sual düşür. Formativ qiymətləndirmə bilirik ki, məzmun standartının mənimsənilməsinə yönəlmiş fəaliyyəti izləmək üçündür və şagirdin qarşısına çıxan çətinliyi müəyyən edirsə, onu aradan qaldırmaq məqsədilə aparırsan. Yəni, bir qiymətləndirmə şagirdi irəliyə aparmaq üçün aparılan bir qiymətləndirmədir. Yəni, şagird nailiyyətini monitorinq edirik. Biz formativ qiymətləndirmə zamanı nələrə diqqət etməliyik? Yəni, vacib xüsusiyyəti odur ki, təlim nəticəsinə uyğun şəkildə olmalıdır, qiymətləndirmə meyarı olmalıdır, effektiv əks əlaqə rəy olmalıdır və davamlı müşahidə olmalıdır. Biz effektiv əks əlaqə rəy verməklə şagirdi inkişafa aparmış oluruq. Sonra, dedilər ki, müəllim, belə bir sual düşüb ki, uşağa təbiət haqqında tapşırıq verdikdən sonra mövzuya aid xəritə çəkməsini istəyir. Situasiya hardasa bu cür belə bir situasiyaymış. Burada hansı inteqrasiyadır? Təbii ki, burada fənlər arası təbiət və xəritə varsa, bu təbiətlə elə biologiya ilə coğrafiya fəni arasında olan bir inteqrasiya götürə bilərik. Fənlər arası inteqrasiya olur. Uşaqlar iş görərkən bir şagird onlara mane olur. Növbəti sual beləmiş. Bu zaman müəllim nə etməlidir? Ümumiyyətlə, biz dəfələrlə görürük ki, neçə gün ərzində bu cür suallar düşür. Qrup işidir, uşağın biri çox işləyir, digəri kənarda qalır və yaxud qrup işi zamanı şagirdin biri digər yoldaşlarının işləməsinə mane olur. Yəni, bu cür suallar görürsünüz ki, hər gün formatı dəyişərək, amma fərqli-fərqli imtahanlara bu cür sual salınır. İndi uşaqlar iş görərkən bir şagird onlara mane olursa, ilk öncə bizdə sinifin idarə edilməsi strategiyası var və bu sinifin idarə edilməsində qayda, prosedur, gözləntilər qoyuruq və bu davranışla bağlıdır. Şagirdlərin davranışı ilə bağlı olan bir strategiyadır. Uşaqlar şagirdə mane olursa, uşaqlar iş görərkən bir şagird. Ola bilər ki, müəllim sualı əhatəli çıxarmayıbdır, imtahandan yadında qaldığı qədər deyir. Yəni, uşaq tapşırığı tez bitirib mane ola bilər. Yəni, bu cür situasiyalar ola bilər ki, yəni biz bu qayda, prosedur, gözləntiləri tətbiq etməliyik ki, misal üçün, dərsi tez bitirəndə proseduru var və bu zaman şagird digər yoldaşlarına mane olmur. Və yaxud davamlı şəkildə bu olursa, biz şagirddən söhbət eləyə bilərik, fərdi şəkildə şagirdlə söhbət eləyə bilərik, bunun səbəbini soruşa bilərik, şagirdlərlə bunu müzakirə eləyə bilərik. Yəni, müxtəlif cavab variantları ola bilər. Sadəcə olaraq, yəni, yenə deyirəm, həyəcandan müəllimlərimiz sualı yadında tam saxlaya bilməyib. Sonra, dedi müəllim, böyük belə bir situasiyaydı və situasiyada var imiş ki, düzgün rəyi müəyyən edin. Rəy də bilirik ki, biz əks əlaqənin növləri var, rəyin növləri var. Bu növləri bilməliyik. Həmçinin biz bilirik ki, biz idraki fəaliyyətə yönəlmiş rəy verməliyik, biz gələcəyə yönəlmiş rəy verməliyik, konstruktiv rəy verməliyik, destruktiv rəy olmaz, emosional rəy olmaz, keçmişə yönəlik rəy olmaz. Yəni, bunları müəllimlərimizə biz dəfələrlə demişik, dəfələrlə bu cür testlər işləmişik. Bu, rahat, asan suallardan biridir, nə qədər situasiya böyük olsa da. Bugünkü hələ ki əldə etdiyimiz sual izahları bu qədər və onu da qeyd edim ki, bizim iyul ayından müsahibə dərslərimiz başlayacaq. Müsahibə dərslərimizə qoşulmaq üçün 050 837 03 05 nömrəsinə yazaraq dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz. Sağ olun, hər birinizə uğurlar.